Salam şagirdlər. Coğrafiya 8-ci sinif böyük summativ qiymətləndirmə imtahan suallarının izahı. Açıq tipli suallardan başlayaq. 26. Musson küləkləri hansı çayların rejiminə təsir göstərir? Musson küləkləri əsasən Şərqi Asiya, Cənub-Şərqi və Cənubi Asiya regionu üçün xarakterikdir və bu küləklər yay aylarında bol yağıntı gətirdiyi üçün bu çaylar, həmin çaylar yayda bol sulu olur. Bura Xuanxe, Şərqi Asiyada yerləşən Çin ərazisindən axan Xuanxe çayı, Amur çayı, Rusiya və Çin sərhədi boyunca axan Amur çayı daxildir. Musson rejimli çay olaraq və Cənub-Şərqi Asiyada yerləşən Mekong çayı musson rejimli çaylara misaldır. Doğru 1, 4, 5 olacaq. 27. Uyğunluğu müəyyən edin. Sosialist ölkə, neft ixrac edən ölkə, yeni sənayeləşmiş ölkə. Bu ölkə qruplarına ölkələri uyğunlaşdıraq. Tayland dövləti Cənub-Şərqi Asiyada yerləşən yeni sənayeləşmiş ölkədir. Yəni A 3-ə uyğun gələcək. Kuba dövləti Latın Amerikasında yerləşən və sosialist ölkələr qrupu tərkibinə daxildir. Yəni 1-ə B uyğun gələcək. Küveyt dövləti Cənub-Qərbi Asiyada və həm də Birləşmiş Ərəb Əmirliyi Cənub-Qərbi Asiyada neftlə zəngin olan ölkələr sırasına daxildirlər və bunlar neft ixrac edən ölkələrdir. Yəni 2-yə uyğun gələcək C və D. Uruqvay dövləti isə Latın Amerikasında, yəni Cənubi Amerikada yeni sənayeləşmiş ölkə qrupu tərkibinə daxildir. 3-ə həm də Y uyğun gələcək. Beləliklə 1-ə B, 2-yə C, D, 3-ə isə A-Y uyğun gəlir. Qapalı suallar. Avropanın böyük yeddiliyə daxil olan ölkələrini seçin. Ümumiyyətlə, yeddiliyə daxil olan ölkələr dünyada, Amerikada qitəsində Amerika Birləşmiş Ştatları, Kanada, Asiyada Yaponiya, digər 4 dövlət isə Avropa, Qərbi Avropa regionuna daxil olan ölkələrdir. Bura Fransa dövləti, Böyük Britaniya, Almaniya Federativ Respublikası və İtaliya Respublikası aiddir. Beləliklə doğru 1, 5, 7, 8, yəni A variantıdır. Əhalinin təbii artımı aşağı olan bölgələri seçin. Dünyada təbii artımı aşağı olan əsas inkişaf etmiş ölkələrin yerləşdiyi regionlardır. Yəni bura Qərbi Avropa, Şimali Amerika və Şərqi Avropa regionları daxildir. 1, 4, 6, B variantı. Sakit okeana aid olan fikirləri seçin. 30-cu sualda. Ən böyük okeandır, doğrudur. Ən soyuq okean yanlışdır, Şimal buzluya aiddir. 5 materiklə əhatə olunub, doğrudur. Xəritəyə diqqət etsək, Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Avstraliya və cənubda da Antarktida materikləri yerləşir. 1, 3 doğrudur. Aralıq qırmızı Bering okeanı dənizləri yanlışdır. Çünki Aralıq Atlantik okeanı, qırmızı Hind okeana aiddir. Bering isə yalnız Sakit okeana aiddir. Ən isti okeandır. Bu da doğrudur. Çünki Sakit okean tropiklər arasında, yəni ekvatoral enliklərdə böyük bir sahə tutduğu üçün ən isti okean sayılır. Beləliklə doğru olacaq 1, 3 və 5 C variantı. 31-ci sual. Əhalinin sayını, təbii artımını, yaş cins tərkibini öyrənən elm demografiya elmidir. Yəni C variantıdır. Coğrafi təbəqəyə aid olan komponentləri göstərin. Coğrafi təbəqə biosfer, litosferin üst hissəsini və bir də bütövlükdə hidrosfer və atmosferin alt qatını əhatə edəcək. Coğrafi təbəqəyə aid olan komponentlər sırasında onda biosferi seçirik. Litosferin üst hissəsi 1, 2 və hidrosfer 1, 2, 5 uyğun gəlir. Atmosferdən isə atmosferin alt qatı, yəni troposfer qatı uyğun gələcək. 33. Respublikamızda düzənlik meşələri yayılmışdır. Böyük Qafqazın cənub yamacında düzənlik meşələr aid deyil.
yamac deyiriksə bu dağlıq əraziyə aiddir. Böyük Qafqaz çünki dağlıq ərazidir. Arazboyu düzənliklərdə bu Orta Araz, Naxçıvan ərazisində, Aşağı Arazboyu düzənlik ərazisində isə həm də hər iki düzənlik ərazidə yarım səhra iqlimi olduğu üçün burada düzən meşələr yayılmamışdır. Qanıq Hərçay düzənliyində əsasən həm yağıntı, həm də yeraltı suların təsiri nəticəsində düzənlik meşələri yayılıb. Lənkəran ovalığında rütubətli iqlimə görə yayılmışdır düzənlik meşələri və bir də Samur Dəvəki ovalığında Şollar düzü ərazisində məhz yeraltı şirin suların səthə yaxın yerləşməsi nəticəsində burada da düzənlik meşələr inkişaf etmişdir. Beləliklə doğru 3, 4 və 6, yəni D variantıdır. Savanna təbii zonası üçün doğrudur. Afrika, Cənubi Amerika və Avstraliya materiklərində geniş yer tutur. Bu doğru variantdır. Yəni A variantı düzgün variantdır. Hər üç materikdə subekvatoral enliklər geniş sahə tutduğu üçün savanna təbii zonası da geniş yer tutur. Şimali Amerikadan geniş yayılmış zonadır, yanlışdır. Təbii ki, çünki ən geniş tayqa meşə zonası kimi geniş yayılıb. İynəyarpaqlı ağaclar üstünlük təşkil edir. Bu da yanlışdır. Savannada əsasən hündür ot bitkiləri və seyrək ağaclar, meşələrdir. Əsasən də akasiya, baobab ağaclarından ibarətdir. İl boyu rütubətli və isti iqlim xarakterikdir. Bu da yanlışdır. Rütubətli mövsüm yay mövsümüdür, qış mövsümü isə quraq keçməsi ilə xarakterikdir. 35-ci sual. Hansı ölkələrdə məşğul, yəni işləyən əhalinin çox hissəsi xidmət sahələrində çalışır? Xidmət sahələri, yəni qeyri-istehsal sahələrində çalışanlar əsasən inkişaf etmiş ölkələrə aiddir. O zaman xəritədən inkişaf etmiş ölkələri seçirik. 1. Fransa dövləti, 4. Amerika Birləşmiş Ştatları və 6. Avstraliya inkişaf etmiş ölkələrdir. 1, 4, 6, yəni B variantı uyğun gəlir. 36-cı sual, klasteri tamamlayaq. Təbii ehtiyatlar bildiyimiz kimi tükənən və tükənməyən olaraq ikiyə ayrılır. Tükənən ehtiyatlar da bərpa olunan və bərpa olunmayan olaraq ayrılır. Və bir də bunlara aid olan nümunələr göstərə bilərik. Onda birinci tükənməyən olmalı. C variantı o zaman uyğun gəlir. 2. Tükənənlər bərpa olunan, bərpa olunmayan. O zaman 2. Bərpa olunan və ümumiyyətlə tükənməyən ehtiyatlara nümunə olaraq günəş enerjisini göstərə bilərik. Doğru variant C variantıdır. İnsan inkişaf indeksinin əsas göstəriciləri. Burada əhalinin sayı önəmli rol oynamır. Əhalinin sayı çox və yaxud az ola bilər. Urbanizasiyanın səviyyəsi, yəni şəhər əhalisinin səviyyəsi də inkişaf indeksinin göstəricisi deyil əsas olaraq. Orta ömür uzunluğu, təbii ki, bu sağlam həyat tərzi önəmlidir. 3 seçirik. Təhsil səviyyəsi seçirik. Bu insan inkişaf indeksinin əsas göstəricilərindəndir. Və bir də əhalinin hər nəfərinə düşən ümumdaxili məhsul istehsalı. Doğru olacaq 3, 4 və 6, yəni D variantı. Və situasiya sualları. Azərbaycanda əhalinin sayı 90-cı illərdə 7,4 milyon nəfər, 2010-cu ildə isə 9 milyon nəfərə çatmışdı. Respublikamızın böyük şəhərlərində olan Gəncə şəhərində həmin ildə 1990-cı ilin əvvəlində əhalinin sayı 282,2 min nəfər, 2010-cu ilin əvvəlində isə 314.600 nəfər olmuşdu. Keçən dövr ərzində şəhərdə təbii artım hesabına əhalinin sayı 5,2 min nəfər artmışdır. Və bunun əsasında suallara diqqət edək. Gəncə şəhərində əhalinin miqrasiya hesabına artımının neçə min nəfər olduğunu hesablayaq. Öncə diqqət etsək, Gəncə şəhərində 2090-cı ildən 2010-cu ilə qədər əhali nə qədər artmışdır? 314,6 min çıxıl 282,2 min bərabər 32,4 min, yəni 32.400 nəfər əhali artmışdır keçən dövr ərzində və artan əhalinin
5,2 min nəfəri təbii artım hesabınadırsa, yerdə qalanlar miqrasiya hesabına artım olacaq. O zaman ümumi artımdan 32,4 mindən 5,2 mini çıxır. 27,2 min, yəni 27.200 nəfər məhz miqrasiya hesabına artım olacaqdır. 39-cu sual. 1990-2010-cu illər arasında Gəncə şəhərində mexaniki artımın yüksək olmasının əsas səbəbini qeyd edin. Yəni, miqrasiya hesabına artımın çox olmasının səbəbi nə ilə bağlıdır? Yuxarıda diqqət eləsək, görürük ki, təbii artım hesabına 5,2 min nəfər artıb. Amma miqrasiya hesabına, yəni mexaniki artım isə 27,2 min nəfərdir. Deməli, bu illərdə Gəncə şəhərində mexaniki artım bu cür sürətli olmasının səbəbi həmin illərdə Qarabağ və ətraf ərazilərin işğalı nəticəsində əhalinin məcburi şəkildə köçməsi və köçən əhalinin müəyyən bir hissəsinin məhz Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə miqrasiyası olmuşdur ki, və bu da Gəncə şəhərində mexaniki artımın yüksək olmasına səbəb olmuşdur. Və 40-cı sual. Azərbaycanda əhalinin orta illik artımını hesablayın. Mətninə diqqət etsək, Azərbaycanda əhalinin sayı 90-larda 7,4 milyon nəfər, 2010-cu ildə isə 9 milyon nəfər olmuşdur. O zaman keçən dövr ərzində, yəni 20 il ərzində 1,6 milyon nəfər əhali artmışdır. Əgər 20 ildə 1,6 milyon artıbsa, 1 ilə nə qədər əhali artacaq? 1.600.000-i 20 ilə bölürük, 80 min nəfər tapmış olduq. Deməli, Azərbaycanda orta illik artım 80 min nəfərə bərabərdir. Diqqətinizə görə təşəkkür edirik.